Müstəvidən 4,6 məsafədə verilmiş nöqtədən, havada bir dənə nöqtə götürdük. Deməli, müstəvidən məsafəsi, müstəvini sadəcə çəkmirəm, daha biraz sadə alınsın deyə şəkil. Müstəvidən məsafəsi deyir. Bura müstəvi burada qutarır. Müstəvidən məsafəsi kök 6-dır. Verilmiş nöqtədən müstəviyə 12 cm uzunluğunda olan 2 dənə maye çəkilib. Normalda yadınıza gəlmir. Bayaqdan şəkil nəfər çəkirdik. Belə bir dənə nöqtə qoyurduq, bir dənə də belə çəkirdik. Bunlardan danışırdıq. Amma bu onlardan deyil. Çünki arasındakı kölgələr arasındakı bucaqdan danışır. Deməli, 2 maye çəkilmişdir. Bu mayələr arasındakı bucağı verir. Yəni, bəlkə misallardan fərqi ondadır. Deməli, mayələr arasında bu, havada əmələ gələn bucağı görürsünüz bunlardan. Arxadakı tərəfdən əmələ gələn yox. Havada əmələ gələn bu bucaq nədir deyir? 60. Yaxşı. Deməli, deyir ki, olarsa onların kölgələri, bu kölgəli, bu da kölgədir, görsən. Kölgələri arasındakı bu bucağı soruşur səndən. Deyirsən ki, özümüzdən bir dənə bu kölgələrin yaratdığı nöqtələri götürün, birləşdirin. Təxmini, burada bir xəyali piramida figürü əmələ gəldi, görə bilirsiniz. Əslində piramidadan danışmır, amma təsadüfən piramida əmələ gəldi. Bax, deməli, bu 4,6-nı vermişdi bizə, bura, Teymur, 4,6 idi. Birinci bucaqdan danışıram. Deyirəm ki, havada mənə gələn bu 12-dir, bu 12-dirsə, bura 60-dırsa, bərabər yanlış bucağın təpə bucağı 60-dırsa, 180-dən çıxım 60-ını bölüm 2-yə qalsın 60. Deməli, burada nə olar? Havada qalan, üzdəki bucağı görsən. Elə belə deyim da, piramidanın qarşıdan bizim gördüyümüz üz var, o bərabər tərəfmiş bucaq. 60, 60, 60 deyə bütün bucaqlar bərabərdir və bərabər yanlıdır. 12, 12-dirsə bu da 12. Bunu bil. İndi görün ayırıram. Arxadakı üzdən danışıram gəlib. Arxadakı üzü görsən, arxadakı üzə görə deyirəm ki, 4,6-nın kvadratı üstə gələk. Yenə həmən işdir. 12-nin kölgəsi nədirsə, bu 12-nin də kölgəsi həmən şey olar, düzdür. Yenə üstə gələm x-in kvadratını bərabər eləm 12 kvadratını. Buradan alıram x bərabərdir kök 48-ə. Yaxşı. Sonra əvvəlki bildiyimiz qaydalardan danışırıq. Üçbucaq mövzusunda öyrənmişik ki, bir üçbucağın 3 dənə tərəfi vardısa, onların arasında qalan bucağın biri soruşulursa, kosinuslar teoremi lazımdır. Kosinuslara görə s kvadrat bərabərdir a kvadrat, b kvadrat, sonra nə? Sağ 2ab kosinus alfa. S'miz bizim 12'dir. Aynen b'miz də kök 48'dir. Oldu nə? 12'nin kvadratı, kök 48'in kvadratı, kök 48'in kvadratı, sonra sağ 2 vuraq, kök 48 vuraq, bir də vuraq. Yaxşı. Kök 48'e kök 48'e vurdu 48, 2'ye vuranda 96. Deməli, oldu. Kosinus alfa bərabərdir. Mənfi 96, bu düşdü məxrəcə. 144'dən də 96 çıxanda 48 qaldı, o da mənfi 2'də 1 ilə. Kosinus da mənfi 2'də 1 alır, 120'də. 120, kosinus 120, 180 çıxı 60'dır. 120 ikinci rübdür, ikinci rübdə mənfidir. 60'da da 2'də 1 eləyir, olur mənfi 2'də 1. Ona görə cavab olur mənfi 120, variant olur D bəndi.